Ağaüstünlü Səyyad Əliyaroğlu 30 yanvar 2002-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində dünyaya göz açıb. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanıb. Azərbaycan ordusunun əskəri olan Səyyad Ağaüstünlü 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Döyüş meydanında qarşı tərəfin canlı qüvvəsini zərərsizləşdirərək texnikasını məhv edib. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşaraq fərqlənib. 20 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 21 oktyabr 2020-ci ildə doğulduğu Cəlilabad rayonunun Qarazəncir kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Səyyad Ağaüstünlü ölümündən sonra Vətən uğrunda medalı, Azərbaycanın Qubadlı və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin digər 24 iyun 2021-ci il tarixli sərəncamlarına əsasən Səyyad Ağaüstünlü ölümündən sonra cəsur döyüşçü, Qubadlının azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edildi. Mən bir il bundan öncə elə bu vaxtlar olardı. Mən Səyyədi komissarlığa apardım, əskər yola salmaq. İndiki kimi yadımdan çıxmır. Görüşdük, xoş, ata. Orada ad günü olduğuna görə komissariyyat dedi ki, qoy səni saxlayaq, gələn atpıraqqada gəlirsən. Dedi, yox, mən bugün getməliyim. Səmi 2 nəfər saldatda, atpıraqqa yox idi, 2 nəfər adamı mindirlər, apardılar. Ondan da sonra fevralın 8-i axırıncı görüşümüz oldu onunla. Ona aid məsələn biz elə bir o yola salanda bir də axırıncı görüşümüz fevralın 8-i karantində olub tarihi. Ondan sonra biz onu görmədik. Mənim oğlum həqiqi cəsur oldu. Allah ona rəhmət eləsin, qəbrini nurla doldursun. Bütün şəhidlərə Allah rəhmət eləsin. Balam haqqında danışmaq, şəhid haqqında danışmaq mənə çox çətindir. Həqiqətən çətindir. Hələ günün indisinə qədər mən barışa bilmirəm. Bu gündəki 19 yaşı onsuz qeyd edirəm. Mən elə bilirəm ki, hər kəs məni yaxşı başa düşür. Səyyad haqqında da o qədər epizodlar var mənlə bağlı, bununla bağlı o qədər epizodlarım var, o qədər xatirələrim var. Ancaq sizə bircə xatirəni danışacağım ki, o xatirədə nə xatirəsidir? Səyyadın dünyaya gəlməyi və dünyadan getməyi. O dünyaya gələndə sanki elə bil ağlayır, uşaq dünyaya nətər gəlir, ağlayır. Mən sevincə onu bağırma basıb əzizləyirəm, oxşayıram boyunu. Bir də ki, onun dünyadan gedəndə mən cənazəsinə baxdım, o elə gülürdü. Onda da o güldü, mən ağlaya-ağlaya onu yola saldım. Bax, bu 2 epizod heç vaxt mənim həyatım boyu nə qədər ömrüm varsa yadımdan çıxmayacaq.